Növbəti pillələr qutusu videosu ilə bağlı, yəni açığı deyim ki, bizim hələ indiyə kimi bu məbləğ ətrafında pillələr qutusu söhbətimiz olmayıb və bu özümü də kifayət qədər təəccübləndim və dəfələrlə bunu dəqiqləşdirməyə çalışdım. Changan Unica bizdən soruşulan modellərdən biridir. Yəni markanın özünə şəxsən mənim hörmətim var, bunu həmişə də deyirəm, amma biz bəzən yenə də elə problemlər görürük ki, doğrudan da belə şok keçirirsən də, bu sözü sevməsəm də. Deməli, avtomobilin qiyməti 69.000 manata, yəni komplektasiyaya görə dəyişir. Sürücü bunu 69.000 manata alıb, 2022-nin avtomobilidir və yenə də gəlib Mehdi Ustanın cərrahiyyə masasının üstünə pillələr qutusu. Və pillələr qutusu olar 1000 manat, 2000 manat, 3000 manat, 5000 manat, cəhənnəm 7000 manat, 10.000, lap olsun Ferrari'ninki olsun 15.000, 20.000. Buna Changan 27.000 manat pul deyib. Təsəvvür edirsiniz, 27.000 manat bu pillələr qutusuna pul istəyib və həqiqətən də mən, hətta Mehdi Usta yanımda bir daha dedim, zəng elə, mən özüm eşitmək istəyirəm onun sürücüdən, bəlkə nəsə düz olmayıb. Və bir daha dedi ki, bəli, 27.000 manat. Məsələ necə olub, niyə belədir və ümumiyyətlə alternativ variant necədir? Mehdi Usta nə təklif edir, nə edəcək? Gəlin özündən də eşidək. Xoş gördük Mehdi Usta. Salam Raqib bəy, çox sağ olun, xoş gəlmişsiniz. Raqib bəy, Kənan bəy, salamlayıram buradan masterclassın dəyərli izləyicilərini, dinləyicilərini. Avtomobil artıq markasının modelin hər bir şeyini siz dediniz. Sürətlər qutusu 8 pillə, sadə avtomat, IC sürətlər qutusudur. Avtomobilin, bəli, siz düz vuruluşunuz Raqib bəy, mən özüm də təkrar avtomobilin sahibindən soruşdum ki, qardaş, həqiqətən sizə bu qiymət deyilib, deyir qardaş, mənə bu qiymət deyilib. Və avtomobil sadəcə zəmanətdən çıxarıldığına görə avtomobili məcbur deyil özüm düzəltdirirəm. Mənə dedilər bu qiymət və avtomobilin 27.000 manat, hətta sizin yanınızda yığdım. 27.000 nə ola bilər? Maşın qiymətini yaxşı deyir. Deyiblər ki, 27.000 manat gətirəcəyik, sıfır sürətlər qutusuna söhbət edir. Burada ikinci əl və az yürüyüş etmişdən deyil, əlbəttə ki, sıfır sürətlər qutusundan 27.000 manat deyib biz sizə maşın təhvil veririk. Ümumi hər şey daxil. Maşın niyə qarantiyadan çıxıb, onu da deyək. Qarantiyadan çıxma səbəbi budur ki, avtomobilin sahibi rayon yerində avtomobil sürür, gəlib burada yağının dəyişməyib. Qarabağ bölgəsində işləyir. Bəli, Qarabağ işlədiyinə görə, bəli, yağını dəyişə bilməyib. Əlbəttə ki, bu servisin şərtləridir. Zəmanətdən avtomobil çıxarılıb. Artıq və bir də Raqib bəy, bu avtomobilin sürətlər qutusu niyə görə sıradan çıxıb? Bax, buna görə. Sürətlər qutusunun soyutma kitabça radiatoru deyilir. Bax, görürsünüz, yağla su necə qarışıb. Oraya yəni sürətlər qutusuna su getdisə, o dağılacaq. Su getsə, bəli, sürətlər qutusuna problem. Bax, gördüyünüz kimi, bu sürətlər qutusu suya görə dağılır. Bəs niyə ora su gedib? Niyə getməyin səbəbi nədir? Avtomobilin antifrisi vaxtına dəyişilmədiyinə görə və orijinal antifrisdən istifadə olunmalı ki, kitabçada dəyişilmə olmasın. Yağdan su bir-birinə qarışmasın. Bu tək yalnız sürətlər qutusuna aid deyil, mühərrikə də aiddir. Ümumiyyətlə, avtomobilin antifriz mayesi mütləq orijinal və yaxşı firmadan istifadə olunmalıdır. İndi o tərəfini hər halda yenə də biz burada həmişə videoları çəkəndə bəzən nəyisə bir qınayırıq kimi görünür. Yox, məsələ onda deyil. Yəni indi qaydalar var, adam eləməyib, getməyib, o heç onu bildik. Amma normalda günü bugün, mən heç doğrudan bilmirdim ki, bunun üzərində IC-dir. Bəzən bizdən soruşanda, heç ümumiyyətlə də Çin maşınları xüsusilə də soruşanda deyirəm ki, qardaş, bilmirəm üzərində nə var, nə yox, birinci onu bilək. Yəni kimsə mənə desəydi ki, belə bir maşın var, üzərində də IC-dir, mən diyorum ki, lap yaxşıdır, al. Çünki IC bizim illərdir bir çox markaların üzərində gördüyümüz bilərdir. Burada əslində dediyim kimi, hansı ehtiyat hissəsinin vaxtı çatıb, yəni istehsalçının səhvi baxımından sürətlər qutusu sıradan çıxmayıb. Əslində IC sürətlər qutusu başqa marka və modellərdə gəlir, fərqli olmayaraq. Belə deyim, Raqib bəy, 2006-cı ildən Passatlardan götürək IC sürətlər qutusu, dözümlü sürətlər qutusu sayılır. Onun üçün deyirəm, bildiyimiz pillələr. Sadəcə burada kitabça radiatora görə sürətlər qutusu sıradan çıxıb, məcbur soyutma sisteminin radiatoru dəyişdirib sıradan çıxıb və yağdan su qarışıb. Yox, lap olsun, nə qədər, lap mən bilməmişəm və yaxud bilmişəm, mən bunu dağıtmışam, belə deyil, lap günah mənimdir. 27.000 pillələr qutusu olar? Xeyr, əlbəttə ki, mən bunu bu avtomobilin sahibinə 27.000-ə yox, Raqib bəy, 7.500 manatdır bu sürətlər qutusunun qiyməti. Bu da ucuz deyil, deyim sizə. Əlbəttə ucuz deyil. 7.000-ə də olmaz. 7.000-ə də əlbəttə avtomobilə görə bahadır. Mən belə deyək, 300 minlik avtomobil sürürəmsə, 7.000, 10.000 avtomobilin sürətlər qutusuna verirəmsə, o baha deyil, amma avtomobilin sıfırını alıb avtomobilin sahibi dedi 69.000 manat almışam. Gör neçə 5 ilin avtomobil, 3 ilin avtomobil. Yəni bu gün məsələn sürücü bunu o indi sıfırını deyir da. Bu günləri sən 2022-nin bu modelini elanlara bax, 40.000 manat ətrafında taparsan da. Yəni 40.000 manat ətrafında sən bu gün o qiymətə 3 il bundan qabaq. Yürüşümü baxmamışam. Yəni lap deyək ki, getsin nə bilim 50.000.
100 min. Misal üçün, lap 100 min Yəni maksimum. bugün mən 50 min getmiş bir maşını, 2022 maşını alıramsa, yəni də deyirəm ki, hada 2 ilin maşınını alıram, nə olar ki də, ikinci əldə lap yaxşı və həm də bir çoxları ona görə alır ki, ikinci əl maşının qiyməti həm də avtomatik düşür də, yəni bu bazarın qaydaları var. Yəni onu düşünüb alaram, 40 minə maşın alaram və gələrəm sonra mənə deyirlər ki, 27 min pillələr qutusuna yatıb. Mən belə deyim, ümumiyyətlə yeni avtomobil alanlara məsləhətim budur ki, marka və modeldən asılı olmayaraq, siz avtomobili sıfır alın. Bax görürsünüz bir səfər deyirəm ki, avtomobil gətirsəndə özünüz içindən gətirməyin. Servisini alın, zəmanəti olsun. Zəmanəti də Bu avtomobilin sahibi zəmanət şərtlərinə riayət eləsəydi. Nə dəyişdi ki onun üçün? Yox, dəyişməyi budur ki, Raqib bəy. Məsələn, zəmanətli olsaydı bu avtomobil, servis bunu özü tərəfindən xərcini ödəyir də. Yəni onda da deyəcəkdi ki, radiatorun suyu gedib dağıtmışam. Onun müştəriyə heç bir aidiyyəti yoxdur ki, onun avtomobil istehsalçı radiatorun özünə problem olubdur, amma vaxtında servis bunun mayelərini düzgün dəyişsəydi, problem də yaranmazdı. Və yaxud yaransaydı da belə onun müştəriyə müştəri deyir onun mənə bir şey yox. Amma yenə də yəni bu məbləğin özü mən bilmirəm niyə, necə yaxşı, niyə bu? Mənim özümə də maraqlıdır. Siz indi bunu ikinci əlinə əvəz edirsiniz. Mən verdiyim sürətlər qutusunun maksimum yürüşü 15-20 min getmiş sürətlər qutusudur. Hə, amma ikinci əl. Ona görə qiyməti elə olacaq. Bəli, və zəmanət də verirəm. Hətta zəmanət yazılı rəsmi zəmanət verilir. Mən avtomobilin sahibiyəm qardaş, mən sizə rəsmi yazılı zəmanət verirəm. Yenə getdi antifrizini düz dökmədi, dağıtdı, gətirdi, 7 min. Xeyr, artıq bu da nədir? Artıq mən bu sürətlər qutusunu ümumi avtomobilin məsuliyyətini üzərimə götürürəmsə və zəmanətin bizdə şərtləri var. Vaxtı-vaxtında baxışa gəlməlidir. Necə gəlsin? Adam servisə gedənmirsin, yalnız necə gəlsin? Raqib bəy, bilirsiniz nətərdir? Əgər ildə bir dəfə gəlib mən yoxlanış eləsə, 6 aydan bir yoxlanış eləsə bəs edir. 20 min qabağadır, qoyacaq evakuatora göndərəcək, baxıb İndi başına gəlib deyə qorxudan qoyacaq. 20 min qabağadır, evakuatora yollayar. 7500. Biz keçən dəfə 5000-lik pillələr qutusundan danışırdıq. Yəni o boyda reaksiyalar gəldi adamlardan. Yəni 5000 bizim üçün keçən dəfə şok idi də. İndi söhbət 27 mindən gedir. Mən həqiqətən və buna nə deyəsən bilmirsən. Avtomobilin sahibi mənə dedim ki, ağsaqqaldır. Mən gördüm yaşlı bir kişi. Dedim ağsaqqal. Ola bilər siz səhv başa düşmüsünüz. 7 min ola bilər, 10 min ola bilər. Dedim 17 min də ola bilməz. Hətta mənə bir tərəddüd elədi ki, bəs mənə nə deyilib onu bilirəm də. Yəni 27 min mənə pul deyilibdir. Bax sizin yanınızda yığdım. Təkrar bir də soruşdum ki, 27 min pul deyilib. Siz çanqanı nə deyirsiniz qədər? Ravdorda baxın. O niyə gəlib də oradan? Ravdor da xarab olmuş. Baxın. O neçənci ildir? 2022 ya 21 Raqib bəy. 20-dən yuxarı. O niyə gəlib? CVT sürətlər qutusudur. Efirdə bir neçə dəfə bizə bu sual verilib də. Bu avtomobilləri birdən ikiyə, ikidən yəni onlar haqqında şikayət də yoxdur. Görə dönüş eləyəndə vurmalar var. Əslində avtomobildə sürətlər qutusu tam sıradan çıxmayıb. Sadəcə onlarda bir problem var. Onun üçün ya gidroblok dəyişilməlidir, ya rem kompleks sanillik və yaxud da ki, ümumi ikinci əl bir sürətlər qutusundan əvəz olunmalıdır. O avtomobilin sahibi məsəl üçün mənə sürətlər qutusu zakaz vermişdi. Dubaydan malım gələndə mən onu aldım sürətlər qutusu. Artıq mal gəlib, bir gün stonkayı avtomobilə verirəm. O neçəyə başa gəlir? Onun hardasa qiyməti belə deyim Raqib bəy, hardasa bir 6000-6500 ətrafında onun xərci var. Artıq 5000-ə şükür edirəm. Vallahi keçən dəfə 5 deyəndə deyirdim ki, çoxdur. İndi artıq elə rəqəmlərdir ki, 5 deyirəm ki, heç olmasa 5-ə qutarsa yaxşıdır. Biz indi o həqiqətən misal üçün bax, birinci gün gedirəm Ravdorda servisə yaxınlaşın. Mən bilirəm ki, servisdə minimum onun sürətlər qutusunun bir qiyməti bir 15-20 min ətrafındadır. Onun onsuz zəmanəti var da yəqin ki, əgər buradan alınıbsa. O barədə belə deyim, çünki onun için variantları da var, bu da var. Yoxdur, sadəcə müştəri yaxınlaşıb problemi demişəm həll eləyirəm. Bu da deyib həll elə qardaş. İndi bunu siz ikinci əl tam əvəz eləməli olacaqsınız. İkinci əldən tam əvəz eləməliyəm və yaxud da ki, bu avtomobilin sürətlər qutusu noldan yığılmalıdır, yəni sıfırdan rem komplektlə yığılmalıdır. Rem komplekt olmadığına görə. Rem komplekt var əslində, avtomobilin sahibini təklif elədim, o da ən azı bir ay yarım 2 ay gəlir içindən. Dedi özüm gətirə bilərəm. 2 ayda onu yatmaq avtomobil deyir mənim ona vaxtım yoxdur, gözləyə bilmərəm. Mənim avtomobil mənə lazımdır. Onun üçün ən tez və yaxşı variant ikinci əl sürətlər qutusunu əvəz eləmək. Çünki burada yeyilən, dağılan elə bir şey yoxdur. Yoxdur. Bu da yalnız dişlər yerində, hər şey yerində. Bu da hər bir şey. Sadəcə bu da su getdi, friksiyonların üzü atır. Bax görürsüz bu friksiyonlar necə qaralır. Bax. Görürsüz bax necə qaralır. Friksiyonların üzü atır. Bax bu da friksiyonların bu artıq üzü atır. sudur da. Su dəydi bu məhv olur da, sıradan çıxır. Sanlik sistemində problem yaranır, kutukalarında problem yaranır. Bublik yaranmır, su getmiş sürətlər qutusuna, gidroblokda problem. Görürsüz pasa baxın gidroblokun üzərində pasdır artıq. Ya əslində bizdə maraqlı tendensiya var. Həmişə bunu danışırıq. Hətta içində avtomobil sektorunun içində olan adamlar da var ki, nə bilim, tutaq ki də biri bardağın antifrizinin yağını satan adamdır məsələn, ustadır da, deyək ki, yağ və qatqı işinə baxan adamdır. Belələri də var.
Hətta onlarda da belə biz görürük ki, oxşar şeylər yaşanır. Adam məsələn bir dənə antifrizi ya keyfiyyətsiz tökür, ya hələlik yola verir ki, sonra eləyərəm sonra. Baxmayaraq ki, özü antifriz satır, özü bilir ki, Bəli. onun nə qədər mahiyyəti və əhəmiyyəti var. Yəni bizdə bir maşını alanda onun mühərrikini soruşurlar, bir də bez kraska, vəssalam. Başqa şey soruşan yoxdur ki, belə deyim. hansı ki bu ondan qat-qat baha başa gəldi. Yəni mühərrik dağılar maksimum elə 3000-ə, 5000-ə həll eləyərsən. Amma adam başa düşmür ki, bir dənə antifriz, yəni o 50 manatlıq antifriz ona gətirib həqiqətən də 5000, 10000, 15000 ziyan vuracaq. Bax onun fərqində olmur. Nə deyəsən? Sonra da belə olur. Ümumiyyətlə ona görə avtomobillərin, mayələrin, yəni fərq eləmir, köhnə avtomobildə olsa, yeni olsa, mütləq mayələr orijinal mayələrdən dəyişilməlidir və vaxtı-vaxtında. Sürətlər qutusunun yağı mayəsidir, mühərrikin mayəsidir, hətta ABS-in, belə deyək, əyləcin mayəsinə kimi hamısı vaxtı-vaxtında mütləq dəyişilməlidir və bu nəzərinizdə olsun. Bir də ki, əsasən yeni avtomobillər alanda özünüz gətirməyin, mütləq servisdən alın və çalışın avtomobil zəmanətdən çıxmasın. Xüsusilə də Çin maşınları. Bəli, xüsusilə Çin avtomobillərini. Belə bir problemlər olanda ən azından bu avtomobilin sahibi bugünkü gün bu pulu verməkdənsə ona təklif olunardı ki, məsələn bir neçə müddət avtomobilin sürətləri qutusu gəlir və biz sizə təmin edib veririk. Hətta əlbəttə əvəzedici maşın götürərdin. Bəli, 27000 və yaxud 7000 buna verməkdənsə cəhənnəm 1000 manata bir rentekar götürərdi hələlik. Bir ay falan onunla dolanardı, işini aşırdardı. Hətta daha ucuz qiymətə bunu eləyə bilərdi. Bəli, ona görə də məsləhətdir ki, servis zəmanətindən avtomobiliniz çıxmasın. Və belə biz yenə də həmişə olduğu kimi daha çox bu tərəfindən göstərməyə çalışırıq. Yəni onun hər bir məhsulun o reklam tərəfi asan işdir. Bunu daha demək olar ki, artıq hamı eləyə bilir və eləyir və hamıya da inanırlar, sağ olsunlar. Amma bu məsələlər çox həssasdır və bu məsələlərdə heç də hamı danışmır. Danışmır, ya danışa bilmir, ya da ki, nə bilim, sərf eləmir, bilmirəm. Hər halda, bax, bunu da göstərdik. Həqiqətən də ümumiyyətlə bu avtomobil sektorunda mənim indiyə kimi, yəni bizim Masterclass layihəsinin ümumi götürəndə 2013-dən bu yana 12 ildən çox yaşı var artıq və elə 12 il olur artıq, 13-cü ilə keçir. Mən ümumiyyətlə heç bir avtomobilin pillələr qutusuna bağlı indiyə kimi, yəni minlərlə suallara cavab vermişim bu illər ərzində, amma mən heç vaxt bu məbləği eşitməmişdim. Birinci əvvəldir ki, mən 27.000 manat pillələr qutusuna eşidirəm. Yəni bu Ferrari olsaydı, Lamborghini olsaydı, nə bilim, hansısa bir bahalı S-Class falan olsaydı, deyərdim, hə də, bu belədir. Amma bu maşına, bu təklif olunan məbləğ yenə də yəqin ki, sürücüləri də bir daha düşündürəcək. Təşəkkür edirik, çox sağ olun, dəyərli vaxtınızı ayırıb izlədiniz və əlbəttə ki, yenə də növbəti videolarımızda görüşərik. Mərhumun əmbatına bir dənə salacaq. Çox sağ olun qardaş, İnşallah gələn çəkilişdə görüşərik. Əlbəttə ki, kimin avtomobil, hansı avtomobildə marka və modeldən asılı olmayaraq, hansı növ sürətlər qutusu dayanır, məsləhətdir, məsləhət deyil. Bizimlə əlaqə saxlaya bilərsiniz, köməklik eləyərik. Minnətdaram, qulluğunuzdayıq.